Sizə bir söz deyimmi? Kənardan döyüş həmişə asan gəlir. Mənim Niyazi Qəmbərli adlı bir cərrah dostum var. İstirahət günlərinin birində Niyazi ilə görüşməyə qərar aldıq. Restoranların birində elə təzəcə yeməyə əl uzadırdıq ki, Niyaziyə zəng gəldi. Filan xəstənin yarası açılıb. Tikəsini yerə qoyub mənimlə birlikdə xəstəxanaya getdik. Qaydanda Metroparkda bir film izləmək istədik. Film elə təzəcə başlayırdı ki, Niyazi Qəmbərliyə yenə zəng gəldi. Filan xəstənin vəziyyəti ağırlaşıb. Filmi yarımçıq qoyduq. Yenə xəstəxanaya getdik. Orada xəstənin vəziyyətini stabilləşdirəndən sonra dedik ki, bir dəniz kənarı parkda gəzişək. Bir saatdan sonra yenə zəng gəldi Niyaziyə ki, ağır xəstə gətiriblər, təcili özünü yetir. Qısacası, Niyazinin əməliyyatı gecə saat 2-də bitdi. Güya biz istirahət edəcəkdik. Yolda Niyaziyə deyirəm ki, ay doktor, sənin də günün güzəranın bir gün güzəran deyildi. Vallahi elədir. Dünyada elə peşələr var ki, onlar sadəcə bir iş deyil, həm də böyük məsuliyyətdir. Vicdan və insanlıq tələb edir. Bu peşələrin başında duran peşələrdən biri də həkimlikdir. Elə buna görə də deyirik ki, həkim müqəddəs peşədir. Həkim olmaq yalnız illərlə oxumaq, diplom almaq demək deyil. Həkim olmaq, insan həyatını qorumaq, ağrını azaltmaq, ümidi itmiş insanlara yenidən ümid verməkdir. Bəzən bir həkimin dediyi bir söz xəstə üçün dərmandan daha təsirli olur. Çünki həkim yalnız bədəni yox, həm də ruhu sağaldır. Gecə-gündüz demədən çalışan, bayramlarda, istirahətlərdə belə xəstəsinin başında olan həkimlərimiz çoxdur. Onlar bəzən öz ailələrindən çox xəstələrinə vaxt ayırırlar. Haqqı yemək olmaz axı. Bu isə sadəcə bir peşə deyil, fədakarlıqdır. Bu insanlara xidmətdir. Unutmamalıyıq ki, hər bir sağlam insanın arxasında bir həkimin əməyi dayanır. Bir uşağın gülüşündə, bir ananın sevincində, bir yaşlının rahat nəfəs almasında həkimin izi var. Ona görə də həkimlərə hörmət etmək lazımdır. Onların əməyini qiymətləndirmək hər birimizin borcudur. Bəli, səhv edən həkimlər ola bilər, var. Amma bu, bütün peşəni kölgədə qoymamalıdır axı.